macera bu dəfə Beyləqanda da əziz tamaşaçılar çox maraqlı bir veriliş alınacağına isə inanıram. İlk olaraq isə Beyləqana səyahətə çıxmaq istəyirəm, rayonla tanış olum, görüm nə var, nə yox və ən əsası yemək bişirməyə kimi tapıram. Sponsorumuz halal süfrələrin bəzəyi olan Ovqat kalbasalarıdır. Ovqat kalbasaları Azərbaycanın uzun ömürlər diyarı Lerikdən gətirilən xam maldan şəriət qaydalarına əməl olunan halal sertifikatla hazırlanır. Müxtəlif çeşidlərdə istehsal olunan kalbasa və sosislərin dadına bir dəfə baxın. Ovqat kalbasa və sosisləri halal süfrənizə bəzək və xoş ovqat gətirəcək. Ovqat, halal süfrənin bəzəyi. Və mən hazırda Beyləqan rayonunun Aşağı Aran qəsəbəsindəyəm. Gördüyünüz kimi Sevil Qaziyevanın ev muzeyinin düz qarşısındayım. Deməli, Sevil Qaziyeva Azərbaycanın ilk qadın mexanizatoru olubdu. 1940-cı ildə Zaqatalıda dünyaya gəlibdi. 1963-cü ildə isə Beyləqanda iş ərəfəsində faciəli şəkildə dünyasını dəyişibdi. Sevil Qaziyeva dövrünün yenilikçi gənclərindən biri idi. O, qadınlar arasında pambıq yığan maşının ilk sürücü mexaniki, sosialist əməyə qəhrəmanı, Respublikanın əməkdar mexanizatoru idi. Qızlar sükan arxasına hərəkatı zamanı Sevil Qaziyevanın sayəsində 1300 nəfərdən çox qız sürücü mexanik peşəsinə yiyələnir. Onun haqqında sənədli film çəkilib. Paytaxtdakı istirahət parklarından biri Sevil Qaziyevanın adını daşıyır. Mən Cəfiyevlər ailəsində qonağam. İki gözəl xanım var yanımda. Şükufə xanım və qızı Gülşən xanım. Hər ikisi müəllimədir. Çox gözəl bir ailədə qonağam. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Çox sevindik ki, bu günləri bu ATV kanalı bura gəlibdi. Birinci gəlişinizi təbrik edirəm ki, bizim ailədə olmusunuz. Biz bundan qürur duyduq. Ən çox qüruru mən duydum. Nəyə görə fəxr elədim? Həqiqətən bura gələndə bildim ki, Sovet İttifaqı qəhrəmanı Qəray Əsədovun bacısı qızıdır, Şükufə xanım. Həqiqətən ən əsas mən fəxr eləməliyəm ki, bu ailədə çəkiliş alındı. Çox sağ olun. Biz bəlkə də elə bir rüya idi. Mən də çoxdan idi, belə bir arzudaydım ki, bəlkə belə bir şey bizim ailəmizdə də olsun. Yenə də sizə öz təşəkkürümü bildirirəm. İnsan hər bir şeyi ürəkdən istəməlidir ki, nail olsun. Bəli, ürəkdən istəmişəm. Elə bil ki, bu gün də onu istəyimə nail olmuşam. Yenə də deyirəm, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Necəsən Gülşən? Yaxşıyam, sağ olun, siz yaxşı olun. Mən sevinirəm ki, siz bizə gəlibsiniz, çəkiliş edirsiniz. Mən də yenə deyirəm, çox sevindim, çox şad oldum ki, belə bir ailədə bugün çəkiliş edəcəyik, biş-düş edəcəyik. İndi deyin görüm, nə bişirəcəksiniz? Bu günləri mən özüm müəlliməyəm. Amma ki, evdarlığa qadın kimi, mən qadın nə olur olsun, ilk öncə elə bilirəm ki, qadının gözəl səriştəlisi olmalıdır. Evdarlığı mənim üçün ən önəmlidir. İstəyirəm ki, evdə həmişə balalarıma qulluq eləyəm.
onlara elə şeylər hazırlayım ki, ömür boyu həmişə onlara deyirəm, həmişə də sürprizlər eləyirəm. Onlar da məni ona görə çox sevirlər. Qızı bayaqdan da deyir ki, anam bunu hazırlayır, belə hazırlayır, belə həvəskardır. Düzdür, İndi görəcəyik biz də. Düz deyir. O deyir 5 barmaqda 5 mərifət. Özümü təriflənirəm. Bəzən hətta məktəbə də şirniyyat zad bişirib aparıram. Yemək zad bir ay müəllimə. Bu nədir bu yaşda? Məsəl üçün səndə nə qədər həvəs var, nə qədər enerji var. Bu gün də bizə qeyri-adi yemək nəsə hazırlayacaqsınız? Hə. İstəyirəm bir şirniyyat hazırlayam, Laz börəyi hazırlamaq istəyirəm. Bir də ki, Yəni Beyləqan mətbəxinə aid deyil, Deyil, sadəcə belə, olaraq Türk xanım mətbəxi. çox gözəl hazırlayır. Hə. O qədər qızı da tərif elədi ki, çox gözəl bişirir Laz börəyini. Ona görə mən də xahiş elədim ki, bişirəsiniz. Çox sağ olun. Xanımlarımıza da maraqlı olacaq. Ona görə diqqətli olun. hə, sonra bir də ki, İkinci noxtlu yeməyimizi- bozbaş eləyəcəm. Hə, da bu da qəşəng. öz demək olar ki, Operatorumun sevimli yeməklərindəndir. hə, qış Çörəyi yeməyidir. doğrayır, yeyir. Hə, qış yeməyidir. O tomatı özüm hazırlamışam. Demək, kartoşka öz Yaxşı, həyətimizdəndir. Belə də. İndi başlayaq birinci Laz börəyindən. Laz börəyindən nələr istifadə eləyəcəyik? İlk öncə duru məmulatlar olacaq. Bu stəkanın qədərində də bu stəkan süd götürürük. Sonra bir dənə yumurta istifadə eləyəcəyik, üçün xəmiri qatmaq üçün. Sonra yağ istifadə eləyəcəyik o ölçüdə. O ölçüdə qatıq istifadə eləyəcəyik. O ölçüdə duru yağ istifadə eləyəcəyik. Sonra bir xörək qaşığı ölçüsündə demək alma sirkəsi istifadə edirik ki, necə deyim, qırt-qırt deyir, qırt-qırt olsun, hə, qırt-qırt olsun. Sonra bərəkət üçün ona bir çimlikdə duz atırıq. Sonra xəmirinə bir dənə vanil əlavə eləyəcəm, bir də qabartma tozu. Unumuz da burdadır. Sonra şərbəti üçün 1 stəkan su, 2 stəkan peso. Onu şərbəti hazırlamışam. Əvvəlcədən şərbət hazırlanıb. Bu da onun içdiyidir. İçdiyi əvvəlcədən hazırlamışam vaxta görə. İçdiyində gedəcək 2 stəkan süd, 1 stəkan peso, 2 dənə yumurta, 2 xörək qaşığı un, 2 xörək qaşığı kraxmal, qarğıdalı nişastası. Sonra soyuyandan sonra ona bir dənə vanilya qatacağam. Soyuyandan sonra isti-isti qatanda biraz iyisi itir, amma soyuq qatanda iyi olur. İndi buna görə siz sonra bu yağı götürəcəyik, yağı əridəcəyik. Xəmiri yoğurandan sonra xırda kündələr olacaq. Qozdan biraz iri. 15 dənə kündə tutacağıq. Kündənin biri 14-ü eyni səviyyədədir, biri iri olacaq. Sonra kəsəcəyik, duxovkaya yerləşdirəndən sonra, pişəndən sonra o şərbəti əlavə eləyəcəyik. Arasına da bu yağdan istifadə eləyəcəyik. Yağ əridiləcək, qoymuşam bura. İndi başlayaq xəmirini qatmağa. Mənə maraqlı gəldi, Hə, özü də ləzzətli başlayaq. tam oxşuyur. Başlayaq. Bunun kənarı bu soymalıdır. Bu soymalıdır, ondan işimiz yoxdur. Birinci biz xəmiri hazırlayırıq. Bəs qızınız nə edəcək sizə? Qızımız, qızım, sakit durub iş görmür. qızım mən yuxaları yaydıqca o yuxaları yağlayacaq. Birdən o işlə məhkəmə eləsə yaxşı olar. İndi mən bir dənə bu yağı isidib, bu südü isidə bilərəm, icazə versən. Hə. Gözləyir burada. Südü isidib gətirdim ki, soyuqdur, ona görə biraz ölçüsünü dedim də, bu stakandan bir süd götürmüşdüm. O yağ da donan yağdı deyin də, onu da südün içine atdım ki, ərisin. Yəni mütləq isti olmalıdır. Hə. Ki xəmiri qatıram. Sonra indi yağı, duru yağ qatıram. Elə. Götürdüm, çəkdim bu bizim duru yağımız. Da belə. Çox sağ ol. Bu bizim qatığımız. Qatıq deyil, elə adi qatıq. Bu inək qatığı, hə, inək qatığıdır. Bir dənə də yumurta çalıram buna, xəmir üçün. Bir yumurta var. Bir yumurta əlavə edirəm. Sonra qabartma tozu eləyəcəm.
Belə. Sonra bir qaşıq. Vermə. Ağzım bağlanırdı. Bunları belə qarışdırdıq. Sonra şu da götürürəm. Bir çimlikdə bərəkət üçün duz atıram. İndi onu tökürəm. Yumşaq xəmir qatacağım. Ta unun ölçüsünü demirəm də. Un nə qədər gedirsə. Olmalıdır, qat olmalıdır. Gəlin. Yox, gəlin, eyb yoxdur, nə olar ki? Odun qalırlar içəridə, sobanı. Hə. Əsl kənd həyatı. Hə, kənd həyatı. Maraqlıdır. Mənim özüm xoşum gəlir Bura gələndə kənddən. inançsız buradan getmək istəmirəm. Yayı bir baş qılır, amma qışı Yayı lap ümumiyyətcə əla qəşəngdir. olur. Bizim həyətimizdə o qədər mənzərəlidir ki, yamyaşıllıqdır. Qışda şəhərdən yeni ildə qonaqlar gəlmişdi şəhərlilər. O qədər xoşlayıblar ki, gedib qartopuza qışı xoş Mən yayda də da xoşlayıram. Sobada odun atırlar, o çırt-çırt səslə. Özdəki həyətimizdə də qəşəng meyvələrimiz var. Yaxşı meyvələrimiz var həyətdə. Nə cür nə istəsən də bizim həyətdə tapa bilərsən. Yay mövsümündə qəşəng yaşıllıqdır özdə. Həyətimiz də çox böyükdür. Yayda onsuz da gələcəm. İnşallah. Yayda çağırım. Özümdəki xoşum gəlir. Kənd həyatından şəhərə gedirəm. Böyük qızım ailəlidir. 2 dənə balası var. Hə, bir gün mənim nəvəmin ad gününü onda təbrik eləyirəm. Mən də buradan təbrik eləyirəm. Gülüm, səni təbrik eləyirəm. Xala gələcəkdi sənin yana. Amma ki, qar qoymadı canım balam, ürəyim deyir o. Ən gözəl hədiyyəni siz artıq elədiniz. Hə, deyir ki, Televiziya vasitəsilə təbrik elədiniz. Biz də buradan təbrik eləyirik. Nemətdir. Hə, biz xəmiri qatdıq. Qəşəng bir yumşaq xəmirimiz hazırdır. İndi biz bu xəmiri götürüb kündələr eləyəcəyik. Bu indi neçə nəfərlikdir? Yəni Bu belə deyək. neçə nəfərlik deyəndə bir 15-20 nəfərlikdiyini görəsiniz. Bir o duxovkanın qabından bir olacaq. Çox qəşəng bir xəmir alındı. Qismətimiz də qəşəng çıxdı. Hə, sizin həmişə qəşəng çıxır. Elə bu tələm-tələsikdə sizinki lap qəşəng çıxdı. Və bu da qismətdir. Gündə nə vaxt elədiniz? Nə olsun? Hazırladığım xəmiri kündələdim. Hə, yaxşı. Neçə gündə oldu? 3, 6, 9, 12, 15 gündə 16-sında böyük olur. Eləmi? Görün. Niyə? 14 deyil, bundan 15. 3, 6, 9, 12, 14, hə, bundan da 15. Mən uçuş getdim. Cəmi 15 gündədir. Hazırladığım xəmirdən və biri gördüyünüz kimi xırda. Bunun yuxaları o qədər nazik olmalıdır ki, qalın yuxa eləsin heç nə ola bilməz. Çox nazik ki, hələ bu kündədən də. Çox balaca kündələr tutulur. Demək 14 dənə balaca kündə tutmuşam, bir dənə iri kündə tutmuşam. Bu iri kündəni də qırağa qoyuram. Bu kündələrimin demək götürəcəm 7 dənəsini biri yayacam. 7 dənəsi yayılır, yağlanır. Sonra o axırı böyük kündə 7-dən sonra üstünə yayılacaq, açılacaq. Ondan sonra o içdik üstünə yaxılandan sonra o bir növbəti 7 kündəni yayıb üstünə yığacağıq. Ondan sonra istədiyimiz formada doğrayacağıq. Üstünü də yağlayıb qoyuruq duxovkaya. Hazır olandan sonra hazırladığımız şərbəti tökürük üstünə, süfrəyə gətiririk. Bəli, indi başlayırıq. Yeməmişəm, ona görə mən həqiqətən İnşallah yaxşı olar. Ləzzətli bir yemək alınacaq. Bəli, yaxşı bir şirniyyatdır. İndi başlayaq kündələrimizi açmağa. İndi nazik-nazik. Hə, nazik-nazik kündələr açacağam. Qızım da bu kündələri bir yağlayacaq. Bir yağlayacaq. Ayaqda boş bekar Həmişə anasına kömək edir. Deyir, anacığım, mən də sənə kömək edirəm. Deyirəm, bəs. Deyir, bax, mən də kömək elədim. Mən o aça bilmir, amma həmişə yağlayır. Bacarmıram. Deyir, anam bizə yuxa yaymaq öyrətməyib. Deyirəm, mənə də anam öyrətməyib ki, özüm öyrənmişəm. Bacarmıram yuxa yaymağı, amma qalan işlərdə kömək edirəm. Bəlkə bir cəhd eləyəsən. Bir neçə dəfə Olmayıb eləyərsən. Bir dəfə cəhd elədi. Fırranda 4 bucağı. Hə, Mənim bu kimi 4 bucaq taxtanın alındırır. arxasınca fırlanır. Deyirəm, qızım, dur. Bu oxlavı fırlan. Belə gedir, belə gedir. Hə, ana deyir, sən nətərsən? Deyirəm, sən diqqətlə fikir versən, eləyərsən. Amma sən fikir vermirsən, diqqətli döysən, ona görə diqqət Gəl eləmirsən. gedir taxtaya. Hə, ancaq o tərəfinə keçirəm stolun. hə, bir dənə bunu belə qoy. Aha. Mənim yerim rahat olsun ki, bunu hazırlamaq. Aha.
Yufqalar çox nazik yayılır. Ona görə biraz baxanda tələsmək olmazdı. Sobanın qabına beləcə durur, Hə. əlavə olunur. Hə, az elə, az Yapışmasın. elə, çox eləmə qızım. Az elə yapışmasın. Aha. Yenə. Yəni görün, İki arada bir un tökürük. Aha. O yapışmayacaq, heç narahat olma. Aha. Mən ikinlərimi atıram bura. Sən qızım da bunu bilirsiniz ölçüsündə eləmişik. Belə. Bilirsiniz, bunda qərar. Hə də o boyda olmalıdır. Sən indi yağlayırsan bunları. Su da pardon, sizə. Belə olmalıdır, değil mi? Öyrədin də mən də. Bacarım, bacarım. Baxıb öyrənərsiniz. Çətin şey deyil. Həyatda insanın bacarmadığı bir şey yoxdur. Bilmədiyi heç bir şey yoxdur. Heç nə yoxdur. İnsan elə bir varlıqdır ki, hər şeyə qadirdir. Hər şeyin ötəsindədir. Fərhad Şirinin yolunda dağ çatdısa, demək insan hər şeyə qadir. Hə, düzdür. Sağ olay Gülşən. Nəzərə alsaq ki, ana dil ədəbiyyat müəlliməsidir. Ondan ancaq belə gözəl kəlamlar, sözlər çıxar. Dənə belə xırda kündələrimizi yağladıq, üst-üstə yığdıq. İndi iri kündəmizi götürürük. Çünki o işliyi tökəcəyik bunun arasına. Bu kündə həm iri olmalıdır, həm də böyük açılmalıdır. İndi bunu açaq. Biri fərqlidir. Tam Böyük fərqlidir. açılanda onsuz da yəni eyni razmerdə olmayacaq mı? Yox, böyük olacaq, düşəcək o qabdan aşağı. Çünki onu içlik tökülməsini elə eləməliyik. Bax, bunu görün, iri yayıram. Onlar Yəni 7 kündədən sonra böyük kündə yayılır. Hə, böyük kündə Hər qatın yayılır. arasında bax beləcə Hə, yağlanır. yağlanır hər qatın arası. Bunun arasına yığandan sonra o iç malzəməmizi, yəni içliyi yığandan sonra o biri 7 dənəsi yenidən üstünə həmin şəkildə biz yağlayıb əlavə eləyəcəyik. Son məqamda istədiyimiz ürəyimiz necə istəyirsə o formada kəsirik. Ondan sonra qoyuruq duxovkada pişir, sonra hazırladığımız şərbəti soyuq tökürük onun üstünə. Sonra götürürük süfrəyə. Olur, bu da bizim Laz böyrəyimiz. Çox qəşəngdir, dadlıdır. Yəqin ki, hazırlayanlar, yeyənlər istəyər bir də eləsin. Yenə də deyirəm ki, bu kündələr o qədər nazik olmalıdır ki, yeyəndə də qatlar qəşəng olur. Və qalın olanda o istədiyimiz ala bilmirik. Belə yayırıq. Mən məktəbdə bu texnologiya dərsidə indi deyirik. Orada süfrə mədəniyyətindən uşaqlara keçiləndə əksər vaxtlar bəzi elə yeməklər var ki, məktəbdə hazırlanmaq olur. Biz onu uşaqlarla razılaşırıq. Hərə öz, məsəl üçün biri göyərtini gətirir. Adicə bir kükün hazırlanması yaz fəslində biz bir dəfə məktəbdə hazırlamışıq. Uşaqlar o qədər xoşlayıb ki, biri yağın gətirib, biri göyərtisini gətirib, biri yumurtasını gətirib. Gözlərinin qabağında, sinifdə, sinif şəraitində pişirmişik. Sonra da uşaqlar yeyiblər. Dərslər onda da maraqlı olur. Bir var nəzəriyyəni, bir var görsünlər, bir də var ki, deyəsən. Görmək elə bilirəm ki, daha yaxşıdır. Praktikada da, təcrübə ilə eləmək daha yaxşıdır. Ona görə də dərslərimizdə elə də istifadə eləyəndə qızların özü, elə oğlanların özü də süfrə mədəniyyəti. Azərbaycan deyirik, Azərbaycan dövləti, Azərbaycan xalqı qədim tarixi zəngin mədəniyyətə malikdir. Bizim süfrə mədəniyyətimiz tam fərqlidir. Gözəl yeməklər var. Zəngindir. Çox zəngin. Və eyni zamanda yeməklərimiz, şirniyyatlarımız çox gözəldir. Çox gözəl. Elə Azərbaycan xalqının özünün belə qonaqpərvərliyi bundan irəli gəlir. Qonaqpərvərdir xalqımız. Həmişə gələni gözəl qarşılayır. Nətər səmimi. Hər bir bölgəmizə gedəndə o qonaqpərvərliyi görürük. Hə, Azərbaycan xalqı özü qonaqpərvər xalqdır. Xüsusi Beyləqanda onlarda. da mən gördüm onu. Hə, indi bu ən böyük kündəmizdir.
Bunu Ən qoyuruq. böyük, yəni 8-ci gündə. Aha, Bax, beləcə düzdür. var. Aha. Düşmə olmaz. Narahat olmayın, düzələcək. İndi belə. Belə. Mən biraz belə nətər nazik olsun deyə çox nazik götürürəm kündələrimi. Bir may görüm qızım, o içmə. Belə qalmalıdır, hə? Düzəldəcəm, narahat olmayın. Bu işliyimizi tökürük belə. İçlikdəki nə içliyi? Elə Hə. eləcə yemək lazımdır onu. Hə. Çox Bunda ləzzətlidir. bildikdə süd idi, yumurta idi, şəkər idi, sonra unu idi. Vanil də sonda elədim ki, soyandan sonra elədim. Sonra da bir də Duzu buna əlavə elədin? Yox. Xəmir əlavə. Hə, qarğıdalı nişastası idi. Elə buna qatdıq qaşıqla. Ha, bunu indi hazırlamışıq. İndi onu nə edəcəksiniz? O heç nə. O elə Amma pula. yeyərəm, Onlar niyə olmur ki? Onlar. Baxın. Beləcə bükülür. Aha, və belə olacaq ki, bu qıraqlarından tökülməsin. İndi yaydığımızı, yuxaları yığırıq bunun üstünə. Bir də təzədən başlayırıq. 7 dənə yuxamız qalıb. Növbəti sonuncu 7 yuxanı xırda onu da o yuxanı. şəkildə eləyib, yağlayıb, yığıb sonra qoyuruq pişməyə. Sonuncu qatı qoyduq, bax beləsinə. Bax belə sonuncu qatımıza hər qata da qoyanda bərk-bərk bunu yenirik. Basmalıyıq Üstündən ki- basmalıyıq ki, yapışsınlar. İndi duxovkamızı əvvəlcə isidirik 300 dərəcədə. Qızım, istimisən duxovkanı? Sonra 180 dərəcəyə qoyacağıq. Zəhmət olmasa bir bıçaq verərdim, mən doğrayardım. Gətirsin. Şərbətdə ən sonda əlavə. Ən sonda Aha, deməli, görəcəyik bax qəşəng belə qızarıb. Şərbətimiz də hazırdır. Sonra o şərbəti də gəzdirəcəyik. Onun Sonuncu üstünə. qatdan sonra duru yağı yenidən əlavə edirik. Donmuş yağdır da. Duru yox, duru yağ olmaz buna. Qatların arasına donmuş yağdan. Və sliviçni yağ eləyirik. yəni Hə, əridirik qatların arasına. Çünki duru yağ eləsək o süzülüb gedər. Ona görə də donmuş yağdan eləyirik. İnşallah sizin gəlişinizə lap ləzzətli olar. O deyir ki, hər gördüyün işə bir sevgi qatanda daha yaxşı olur. İndi biz də sevgimizi qatdıq. İnşallah mənə elə gəlir ki, daha yaxşı olar. Siz də xoşlanarsınız belə. Təbii ki, xoşuma gələcək. Çünki burada sizin sevginiz, sizin burada əziyyətiniz var. Hər şeyə bir Sevə-sevə, belə həvəslə. Sevə-sevə. Mən xoşum Heç bir əziyyət hiss eləmədən hazırladınız. Vallahi halaldır. Qoyuruq bunu duxovkaya. Duxovkamız yəqin isidilib. Hə, bu pişəndən Əvvəlcə sonra 300 dərəcədə duxovkanı qızdırdıq, sonra 180-ə indirdik. Artıq o nə idi yemək? Laz börəyini börəyi artıq hazırladıq. sobaya qoymuşuq. Birazdan neçə dəqiqə hazırlanacaq o? 45 dəqiqə hazır olacaq. El olacaq da. İnşallah. Təxminən 45 Yaxşı. dəqiqə hazır O olacaq. bişənə kimi də biz ikinci yeməyə keçirik. İkinci yeməyimiz nədir? Noxudlu bozbaş eləyirik. Qış Ləzzətli yeməyidir elə. Əsl bəli Hə, qış yeməyi. əsl qış yeməyidir. Soyuğun yeməyidir. Bunun üçün görürsüz, əti artıq qaynatdıq, tez olsun deyin. Əvvəlcədən Bax, yuduq, doğradıq, hə, qaynatdıq. Noxud da qaynanıb hazırdır. Soğandır, sonra kartoşkadır, yağdır, özüm hazırladığım tomatdır. Ondan sonra duzdur. Üstünə də zövqə görə veriləndə süfrəyə göy qoyacağıq. Belə, indi başlayırıq birinci. Soğan doğramağa. Soğanlarımızı doğrayırıq. Soğanlarımızı çox da qızartmayacağıq. Çünki çox qızardanda da tamı gedir. Elə bir balaca, azacıq qovurmayacağıq, saraldacağıq bir balaca. Qovurmaq başqadır. Elə belə birazca öldürəcəyik soğanı. Ondan sonra qaynadılmış ətləri soğanla bir balaca, sonra tomatını tökürəm. Sonra suyunu əlavə edəcəyik. Ondan sonra da suyunu əlavə edəndə noxudunu da tökəcəm ki, ən sonda
kartuşkasını əlavə eləyəcəyik. Bişəndən sonra bir də qırmızı istiot tökəcəyik içinə ki, qış günüdür. O bəlkə də bəzi adamlar tökmür, amma mən istifadə edirəm qış günü belə ləzzətli olur. Hə. Ona görə ondan istifadə edirəm. Elə bilirəm ki, yaxşı olar inşallah. Ləzzətli olacaq, yaxşı olacaq. Yəni də bunu siz düşünürsünüz, istifadə olacaq. Soğanımızı çox qovurmuruq, elə az qovururam. Mən xoşlamıram çox qovurmağı. Qaynadılmış tikələri, ətləri tökdük. İndi sonra bir balaca eləyəndən sonra birazca bunun tovlanır deyirik də, biraz qovrulur, azmaz. Sonra tomatını tökəcəm, suyunu tökəcəm. Daha sonra suyundan sonra noxudunu əlavə eləyib, biraz qaynayandan sonra kartuşkasını əlavə eləyəcəm. Belə, bu bizim demək və beləsinə, görürsünüz, qəşəng də, ət də o ki var, qəşəng qaynayır, qəşəng olub demək olar ki, çox qəşəngdir. İndi mən bura nə əlavə eləyirəm? Özüm hazırlamışam bunu, tomatı. Bu tomatdan əlavə eləyəcəm. Belə. Demək olar ki, təbiidir hər şey. Bunu əlavə elədik. Biraz buna olasın. Sonra qırmızı istiyotumuz var. Bir balaca da qış günü olduğu üçün ondan əlavə eləyəcəyik. Və belə. Noxudu da mən tökürəm içinə. Noxudumuzu da tökürük içinə. Belə. Bu da bizim noxudumuz. Resmi tökdük. Ətin suyu var idi. Onu da əlavə eləyəcəm. Belə. İndi biraz qaynayandan sonra kartuşkamızı əlavə eləyəcəyik. Artıq şirniyyatımızı sobadan çıxartmışıq. İndi onu şərbətləyirik. Görüncü ləzzətli bir şirniyyat alındı. Görürsünüz? Birisinə şərbətləyirik. Şərbətimiz də lap super çıxıb. Bizim bəxtimizdə də hər şey əla çıxdı. Bu qış günündə həqqi, bu da özü bir gözəllikdir. Baxırsan ki, hər şey qəşəng alındı. Əğiz yaxşı uğurluymuş. Elə 2016-cı ilin ilk sürprizi Sürprizi biz olduq. Çünki qəfil gəldik. Biz bilmirdik. Yarım saat əvvəl xəbər olundu ki, gəlirik. Vəssala. Doğru deyirsiniz. Mən heç inanmırdım ki. Amma halal olsun ki, o yarım saata da siz bunları hazırlıqlı, həmişə hazırlıqlı olursunuz siz. Halal olsun. Bu demək olar ki, baxın şərbət. Nə edirsən Asıl? Donur yazıq. İyi. Çəksin özünə. Şirniyyatın qoxusu artıq operatoru bir təhər eləyib. Yəni yalan demirəm, vallahi çox ləzzətlidir. Yəni görünüşü, qoxusu, dad da yəqin ki yerində olacaq. Qoxusu qədər ləzzətli olacaq. Artıq demək olar ki, hazırdır. Şərbət özünə çəkməlidir. Sozlu bozdaşımız da orada hazırdır. Biz süfrəyə gətirərik inşallah. Birazdan isə bunu süfrə başında bəhbəhlə yeyəcəyik. Şükufə xanım, çox sağ olun. Dəyməz. Əllərinizə sağlıq. Sağ olun. 10 barmağınızda 10 mərifət var. Sağ olun. Mən də sizə təşəkkür edirəm ki, belə bax bu qarlı, çovğunlu gündə kəndə gəlmək özü bir cəsarət tələb eləyir. Sağ olun. Cəsarət sizdə idi ki,
qısa bir müddətdə belə ləzzətli yemək şirniyyat hazırladınız. Siz Çox elə sağ olun valla. Halal olsun. Mənə fəxr oldu. Mənə xoş oldu ki, gəldim sizi kimi humanist, belə mədəni bir xanımı çəkdim. Özümə də ləzzət elədi bu çəkiliş. Valla yalan nə Sağ deyim. olun. Çox xoş oldu mənə. Allah Var canınızı olasınız. sağ eləsin. Allah ömrünüzü uzun eləsin. Gələn ayaqlarınıza sağlıq. Şad oldum ki, bugün siz bizim ailəmizin qonağısınız. Sizə də xoş oldu. Çox sağ olun valla. Və qızınız Gülşən xanıma da təşəkkürümü bildirirəm. Hərçənd ki, az iş gördü. Ancaq neynədi? Yağlanmaqla məşğul oldu. Bacardığım qədər kömək elədim. Ancaq əsas işləri anam elədi. Mən də sizinlə ünsiyyət qurmağıma görə şad oldum. Sizi tanımaq, ünsiyyət qurmaq, sizinlə həm söhbət etmək mənim üçün çox xoş idi. Bizə də xoş oldu. Təşəkkür edirəm. Təşəkkür edirəm. İndi isə keçirik süfrə başına. Gördüyünüz kimi, əziz tamaşaçılar, artıq bizim şirniyyatımız da, yeməyimiz də hazırdır. Şükübə xanım və Gülşən xanımın köməkliyi ilə 2 cür təmimiz artıq süfrəyə təqdim olunubdur. Xanımlar, hər birinizə təşəkkürümü bildirirəm bir daha ki, belə gözəl, ləzzətli yemək bişirdiniz. Çox sağ olun. Siz də bu qarlı çovğunlu gündə kəndə gəlmisiniz. Gələn ayaqlarınız var olsun. ATV kanalına öz minnətdarlığımızı bildiririk ki, belə gözəl verilişlər hazırlayır. Azərbaycan mədəniyyətini bütün dünyaya tanıdır. Bu bizim fəxrimizdir. Bilir ki, Azərbaycan xalqı özü gözəl bir xalqdır. Qədim tarixi kimi zəngin də mədəniyyət var. Mədəniyyətimizin də ən gözəl hissələrindən biri də mətbəxdir, milli mətbəxdir. Azərbaycan mətbəxtinə də söz ola bilməz. O da demək deyil ki, öz mətbəxtimizdir, ona görə deyirəm. Həqiqətən çox zəngindir. Elə bir xalqı yoxdur ki, onun mətbəxti olmuyor, amma ki, bizim mətbəxtimiz sözsüz. O mətbəxlər içərisində, bəli, qızım, o mətbəxlər içərisində sayılıb seçilən ən gözəl, özünün keyfiyyəti ilə, nə bilim, süfrə mədəniyyəti ilə tam bir fərqli bir mətbəxdir. Nə yaxşı ki, biz Azərbaycanlıyıq. Nə yaxşı ki, bizim belə gözəl mətbəxtimiz var. Mən təsdiqləyirəm və bir daha təşəkkürümü bildirirəm və ən əsas təşəkkürümü Qurban müəllimə bildirirəm ki, icazə verdiniz. Belə gözəl çəkiliş alındı sizin evdə. Çox gözəl və mehriban, səmimi, içdən bir ailəsiniz. Allah bu mehribanlığı heç vaxt pozmasın. Mənə də xoş oldu ki, gözəl bir ailədə çəkilişdə oldum. Var olasınız. Mən isə keçirəm bişirilən yeməkləri dadmağa. Hamımıza nuş olsun. Nuş olsun. Başlayaq, hamımız yeyək. Beyləqanın qədimi tarixi abidələrindən biri isə Peyğəmbər piridir, yəni yerli cəmaət belə deyir. Buranın əsl adı isə deməli Həzrəti Cərcis Peyğəmbər ziyarətgahıdır. 1905-ci ildə tikilən bu ziyarətgaha Azərbaycanın 4 bir yerindən gəlinir. İnanca görə isə əgər niyyətiniz həyata keçəcəksə, onda zəncir sizin atdığınız yaylığı tutacaq. Həzrəti Cərcis Peyğəmbər ziyarətgahının maraqlı memarlıq quruluşu var. Abidə dairəvi formalı olub, divarları bişmiş kərpiclə hörülüb. Hündürlüyü 7 metrdir. Günbəz hissəsində tağvari formalı 4 gözlük var. Ziyarətgahın mərkəzində qəbr abidəsi var. Rəvayətə görə Həzrəti Cərcis Suriya ərazisindən bura təkallahlığı yaymaq üçün gəlib. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi isə 7-8-ci əsrlərə gedib çıxır. Onların üzərində olan işarələr qədim Oğuz türklərinin adət-ənənələrini özündə əks etdirir. Ziyarətgahın iç divarları dövrələmə 8 güşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşir.
Əziz tamaşaçılar, mən bir işə başlamaq istəyirəm. Hazırda Beyləqanın 1-ci Şahsevən kəndindəyəm. Gülaçar xanımın yanındayam. Özü kimi, adı kimi gözəl bir xanımın yanındayam. Hər vaxtınız xeyir olsun. Arvadınız xeyir. Xoş gəlmisiniz. Çox sağ olun. Xoş gününüzə gələk. Ləziz macəra tamaşaçıları üçün bu gün Beyləqanın bu kəndində nə hazırlanacaq? İlk öncə bozartmadan başlamaq istəyirəm. Hansı ki, Hansı elə ki? Beyləqanda ən çox Bəli, ən çox bizim xoşladığımız yemək xörəklərdən biri bozartmadır. bozartma. Daha sonra isə Daha sonra isə kələm dolması hazırlayacağıq. Bəli. əla, qəşəng ləzzətli yeməklərimiz olacaq bu gün, amma görək xanım necə hazırlayacaq? Beyləqan üsulu necə hazırlayacaq? Aha, başladıq. Birinci eləyirik. Birinci əti yuyuram. Əti yuyuram. Nətindən. Quzu ətindən. Quzu ətidir. Bunu yuyacağam orada tərtəmiz. Sonra bunu tökəcəm qazana. Qazanda duz da əlavə eləyəcəm, su da əlavə eləyəcəm. İndi özüm qərarım bilirəm də nə qədər ətə, nə qədər su lazımdır. Orada biraz qaynayandan sonra mən bunu tökəcəm bir ləyənə. Ləyəndə bunu mən seçəcəm için. Kəfin, ora qarışıqları. Sonra soğan götürürük 3-4 baş. Bu soğanı soyuram bu qazana. Qazan yuyulur tərtəmiz. Doğrayıram o soğanı necə lazımdır ora. Orada bu yağdan əlavə edəcəm. Əlavə edirik. Onu başlayıram bir balaca yağla, soğanla əti tovlayıram. Tam bişmir ət. Ət biraz elə bil az bişir. Onu orada tovlayandan sonra həmin o süzdüyümüz su var, orada qalan su. Onu da ora əlavə edirəm. Sarı kök əlavə edirəm, qara isot əlavə edirəm. Bir də süfrəyə veriləndə balaca göyərti, çeşniş şüyüdür. Bu olur orada tam öz suyunla bişir. Çox ləzzətli, yeyəndə görəcəksiniz. Valla siz danışdıqca dedim analıq necə ləzzətli yemək alınacaq. Neçə dəqiqə hazır olacaq onda? Bax tam indi hazırlayacağıq, bişəcək. Uzağı yarım saat. Uzağı Yarım saatdan sonra bozartmadan yeyəcəm. Bəli. Özdə Beyləqan əti, Beyləqan quzusu adla deyilir. Ən gözəl kabab, ən gözəl ət elə Beyləqanda olur. Düz deyirəmmi? Bəli. Artıq orada da suyumuz qaynayır. Bəli, suyumuz da orada qaynayır. Suyumuz baxın burada qaynayır, bu qazanda qaynayır. Bəli, Hansı ki, bəli. dədə-babalarımız elə bu qazandan istifadə Onun edirdi hər bir şey. duzunu vururuq ki, ətə duzu vurmayanda əvvəlcədən ət dadsız olur. Ona görə də o qaynayanda gərək bunu əvvəlcədən duzlayasan. Duzu vuranda daha yaxşı olur. Götürün. Baxın beləcə əlavə olunur suya. Suya Örtür yağızı. örtürük. Biraz qaynayır burada. Yarım saata hazır. Sonra özdə harda bişir? Baxın ocaq üstündə bişir. Bəli. Mətbəxdə qoyulubdur. Ayrıca olaraq yemək Bunun baxın bu burada qazanın hazırlanır. dadı yaxşı olur. Bu qazanda bişən xörəklərin dadı həqiqətən də fərqlidir. Buna görə də mən çox vaxt üstünlük verirəm. Elə vallahi düz eləyirsiniz. Bu təzə çıxan qazanlar var ha. Bəli. Həmin o yeməyin dadını vermir. Düz deyirəm. Düz deyirsiniz. Bu yemək çox ləzzətli olur bu qazanda hazırlanan. Bu gün bu hava biraz çox soyuq oldu, qar yağır bayırda. Ona görə də mən əksər hallarda onu orada həyətdə ocağın üstünə qoyuram bişirirəm. Da indi qar imkan vermədiyinə görə burada ocaqda nə fərqi var? Nə fərqi var? Hə, Çox heç olsun. nə, Çox hə. Əsas odur ki, Odun var. donmuruq. Hə, ocaq- Yemək hazır Siz olacaq. də yoldan gəlmisiniz, yorulmusunuz. Əsas odur ki, ocaq üstündədir. Bu da hazırlanır. İndi gözləyirik ki, biraz qaynasın. Aha, qaynasın biraz. Deməli, orada bozartma hazırlanır, bişməyində olsun. Biz də keçirik ikinci yeməyə, kələm dolmasıdır. Bəli. Məlumat verək. Siz necə Deməli, bişirirsiniz? kələm dolmasın, əti çəkirəm. Çəkirəm maşında. Əvvəlcə, ilk öncə əlbəttə ki, adi qaydada yuyuram əti, tikələri çəkirəm. Sonra bura bir balaca göyərti əlavə edirəm. Düysün əlavə edirəm, düysün. Yumuşam da düyün təmizlənib, düyün əlavə edirəm. Sonra özüm hazırladığım stokdan, sonra bir də qırmızı bibərdən. Bunu mən özüm bişirmişəm. Biraz bundan əlavə edirəm bura. Onu da qısaca tərkib Onun tərkibi qırmızı stokdur, bir də pomidordur.
şirin acı istot da var orada. Şirin istot da. Onu miyasorobkadan keçirdirik. Sonra bişiririk bunu. Bişirəndən sonra yığırıq bankaya. Ağzını bağlayıb bir balaca da quyruq sterilizavat eləyirik. Sonra ondan istifadə eləyirik. Hər şey eləmək olar onu istifadə. Hə, qəşəngdir. Dadı yaxşıdır. Sonra bunu istiotun vururam, göyərtisin vururam. Çok keşniş bir balaca da şöyle əlavə edirəm bura ki, dadı yaxşı olsun. Mən bunun da içində elə bir ki, qoyun əti də var. Bunun qoyunun quyruğundan da azca istifadə edirəm. Sonra bir balaca da mal əti vururam bunun içinə. Mal əti. Ki o yağlılıq o qədər də adamı vurmasın da. Amma kələm dolması hər bir ətdən hazırlanır belə? Yox, adətən qoyun ətindən olur kələm dolması, mal ətindən yox. Mal ətindən biz eləmirik onu, biz qoyun ətindən eləyirik. Sonra buna da biraz sarı yağ da əlavə edirik. Dadı qəşəng olsun deyə, tamam. Bunu qarışdır. Aysel, mən çox vaxt canım bir bəla. Həmişə Ayselin belə bir məsəl sual verəcəkləri bilməyəcəm. Yox, qorxma. Yeməkdən. Bunu mən necə eləyirəm? Bəzi hallarda mən bunun içinə göyəm turşusu da qoyuram. Göyəm turşusu. Hə, qəşəng ləzzət. O niyə? Ki, o da yenə də bu yağlılığı götürür. İndi mən sizin zövqünüzü bilmirəm. Məsələn, siz onu o cür xoşlayarsınız, xoşlamazsınız. Fərq eləmir, əla olar. Onu da istifadə edirəm, qoyuram içinə, çox qəşəng Əla olur. olar, möhtəşəm. Sonra Tam mən da bunu verir, şabalıtla bişirirəm bunu. Şabalıtla çox əla dadı olur. Hətta şabalıtla da bişirilir, mən bilmirdim. Bəli. Sonra qoz vururuq bunun içinə. Baxır da nə zövqana görə, nə ilə istəyirsən o cürə. Bir dəfə ondan eləyirik, bir dəfə şabalıtla eləyirik, bir dəfə göyəmlə eləyirik. Yəni hər dəfə eyni şey olmasın da biraz adamın Ağız dadını tez-tez dəyişməyi sevirsiniz siz. Dəyişmək. Onu da qeyd edim ki, Gülaçar xanım müəllimədir, ingilis dili müəlliməsidir. Düzdürmü? Bəli. Allah, mən də göy ingilisini bitirmişəm, amma neçə ildir işlətmirəm. Yeah, I speak English. Müəllimənin şagirdləri oradan baxar deyir, müəlliməm yemək bişirir. Onlar yaxşı uşaqlardılar. Mən həyatımı varsız təsəvvür eləmirəm. Həqiqi mənada. Hərdən deyirəm ki, mən evə qayıtsam nətər olaram. Neçə ildir artıq müəllimə? 42 il. 42 il, maşallah, maşallah. 42. Day 42 il öyrəşmisiniz da. Amma elə bilirəm, elə indi başlamışam işə. Allah haqqı. Elə bilirəm, indi işə başlamışam. Müəlliməlik gözəl sənətdir. Çox gözəl. Gözəl sənətdir. Baxır da məsələn, gərək o sənəti sevəsən, sənəti sevəsən. Sevməyəndə çətin olur adam üçün. Hər bir sənət Bəli. sevgi istəyir. Sevgi istəyir. Sevgi ilə yanaşmaq lazım. Hə, indi nə edirik? Bax beləcə. Bükürük. Buyuruq, olmasa. Büküb yığırıq qazana. Aha, deməli burada bükəcəyik, artıq sonra da bunu Qoyacağıq sobanın üstünə. aha, özünün xüsusi qazanı var. Onu əlavə eləyəcəyik və bişirəcəyik. Bu da bir 10-15 dəqiqə hazırdır. Çətin deyil, problemli deyil. Evdə maşallah o qədər qonaq var, o qədər qonaq var. Səs, görüm səs gedəcək. Siz elə bilməyin, bu gün belədir. Daimi belədir. Axşam oldu, oradan oğlu gəlir, yoldaşı gətirir, uşaqlar, nəvələri gətirirlər. Nə bilim, qudamız gəlir, yaxınıq da hamımız bir-birimizə. Hə, yox, təhliyi sevmirəm. Ruzli, bərəkətli insanlarsınız Bəli. ki, Çox sağ olun, qonaqlarınızda bol. çox sağ olun. Bir dənə hələ mikrofon salacağım, səsə qulaq asın. Baxın. Kamera arxasında görün bizi nə qədər adam gözləyir ki, yemək hazır olsun. Hə. Gülaçar xanımın bişirdiyi yeməklərdən yesinlər. Gördünüz? İnşallah. Qapını bağlamışıq ki, səs gəlməsin. Vəssalam, artıq kələm. İndi bunu aparıb qoyacağım ağzına bir dənə tarelka qoyacağım bunu ki, qalxmasın yuxarı.
Ağzını örtüb qoyacam sobanın üstünə. Allah. Balaca da su əlavə eləyəcəm bura. Hələ buğulamamız pişir. Artıq deyəsən pişib Hə, bişib artıq hazırdır. Doğğanımız da var. Bəli, doğramız da. Doğğan da siz hazırlamısınız. Bəli. Niyə bizi gözləmirdiniz? Nə bilim. Siz necə hazırlayırsınız doğğanı? Onda belə qısaca məlumat verin. Doğanı mən əvvəlcədən göyərtini yuyuram, tərtəmiz doğrayıram. Düyünü də bir qabda bişirirəm ayrıca. Lazım olan qədər də bilirəm qərarı nə qədərdir. Düyünü bişirirəm, qatığı çalıram, yumurta da vururam ora. Düyü, yumurta, un vurmuram mən. Un vurmuram, xoşlanmıram, hə. Sonra bir balaca qatığı açandan sonra onları da ora qatıram, onların hamısını bir yerdə. Sonra bu ayranımızda ayran olur o. Bu qaynayan macal göyərtini tökürəm ki, çox ölməsin göyərtisi. Bəzi adam belə xoşlayır, nə bilim, biz biraz istəyirik ki, göyərti çox da öldürmürük də, vitamini qalsın. Ona görə də biz onu elə pişiririk. Doğğa bugün biraz qatı çıxmışdı. Buna bir balaca pişmiş su da əlavə elədim, soyuq. Hə, qəbirim vaxtda dadına. Bayaqdan belə baxıram, kasaqlara tapa bilmirəm. Buradadılar. Niyə deyirsən sarı? Niyə belədir? Bizim qatıqlar çox yağlı olur. Sən şəhərdəki qatıqlara baxmayın. Burada, bax, südümüz də sapsarı olur bizim. Çox keyfiyyətli olur. Yağlı olduğuna görə Onun doğası da biraz çox turşu olmur da, biraz şirin kimi olur. Şirin tərəfdə ləzzətli. Hazırdır, yeməyimiz hazırdır. Məsələn, buğlama da hazırdır. Buğlama, Bozartma. bozartma. Bozartma hazırdır. Qəşəngdir. Oh, necə gözəl qoxusu var. Oradan bir yemək istəyir hamısını. Burada qaldı bir dənə dolmamız. Dolma da hazır olur. Olmamız da Onda elə süfrə başında dolmanın hazırlanmasını gözləyək. Nə deyirsiniz? Bəli, əla. Ondan indi keçirik süfrə başına. Hər ikisini orada yeyib dadına baxacağıq. Və bu rəssamlaşaşlar gördüyünüz kimi artıq yeməklərimiz hazırdır. Gülaçar xanım bizə çox gözəl, ləzzətli yeməklər bişirdi. Buğlama və bozartma. Ay Allah, mən yenə qarışdırıram. Eyb yoxdur, nə olar ki, təzə bozartma, bir də kələm dolması hazırladı. Çox sağ olun deyirəm sizə. Əziyyət verdik sizə. Çox sağ olun, çox qonaqpərvər ailəsiniz. Həqiqətən gələndən onun şahidiyəm. Əlbəttə ki, ağsaqqalımız Vaqif bəyə təşəkkürümü bildirirəm ki, belə gözəl bir çəkiliş sayəsində sözünüz varsa deyin gəlsin. Çox sağ olun Nəsir xanım. Çox xoş gəlibsiniz. Biz çox sevindik ki, siz gəldiniz. Həmişə bizim evimizin qapısı sizə açıqdır. Həmişə gələ bilərsiniz öz eviniz kimi. Onsuz da yayda gələcəm. Artıq deyibdi. Xanım deyib ki, yayda gözləyirəm, gələcəm. İnşallah. Və burada bir şeyimiz də var. Hansı ki, bayaq biraz həmsöhbət oldum. Çox gözəl, bilmirəm, şeir dediniz, nə dediniz? Əfsunladınız məni. Siz xoş gəlmisiniz. Bu qapı həmişə açıq qapı olur. Çox zəhmət keçdilər. Allah bizim ata-anamıza rəhmət eləsin ki, bizi o zəhmətə alışdırıblar. Zəhmət bizim sirdaşımızdır. Bunun hamısının böyüyü mənəm. Bax, mən sənə göstərim. Çox sağ olun, bu mənim... Hə, bax, bu zəhmət keşəlidir. Mən müəlliməyəm. Həyatımı, canımı o gənc nəslərə vermişəm. Bax, bu kəndin körpə uşaqlarına vermişəm. Bir mən xoşbəxtəm ki, heç kəs məndən narazı deyil. Sizdən bir nənə kimi xahişim budur ki, həyatda mehriban olun. Səmimiyyət olun. Ömür gödəkdir. Həyat uzundur. Ölüm acıdır. Sizə həyatın ən gözəl neymət olan Allahın verdiyi poladda möhkəm can sağlığınız olsun. Canınız sağ olsa hər şeyi ala bilərsiniz qadın. Səmimiyyət, xoşbəxtlik, mehribançılıq. Qoy dünyada sülh olsun. Vallahi xanımın danışığı məni bihuş elədi, apardı. Yaxşı. Onda çox danışmadan keçək süfrə başına, hə? Başlayaq yeməyə. Getdik, nuş olsun. Görək necə hazırlanıbdı.
Bugün sizə lavaş salatı hazırlayacağım. Biraz fərqli olacaq. Odur ki, gözünüz, qulağınız bizdə olsun, siz də baxın. Və bu arada onu da qeyd edim ki, xanımlarımız və bəylərimiz, sizi də yanımda gözləyirəm. Əgər mən də bacarıram, asan, tez başa gələcək yemək bilirsinizsə, onda sizi burada gözləyirəm. Mütləq deyil siz bura gələsiniz. Mən də sizin evinizə gəlib, sizinlə bərabər pişdiş eləyə bilərəm. Odur ki, bizimlə əlaqə saxlayırsınız və bacarığınızı göstərirsiniz. Mən isə keçirəm lavaş salatına. Lavaş salatını hazırlamaq üçün nələrdən istifadə olunur? Birinci, kök, kartof, hər ikisi qaynanmış olmalıdır. Qaynanmış kök, qaynanmış kartof, şüyüd, mayonez, duru yağ, soğan, çəkilmiş ət və ən əsası lavaş lazımdır bizə, yəni yuxa lazımdır. Duzsuz da ki, öz yerində. Mən isə başlayıram birinci soğanı doğramaqdan. Demək, bir soğanı götürürük, xırda-xırda doğrayırıq. Vəssalam, güclə də olsa soğanı doğradım. İndi əlavə edirik tavaya. Biraz da yağ, tuz əlavə edirik də. Biraz da gözləyək qızarsın, ondan sonra da çəkilmiş ətimizi əlavə edəcəyik. Tam qovrulandan sonra başlayacaq əsas məsələyə, salatın hazırlanmasına. Yəni bu salatın içliyidir. İndi çəkilmiş ətimizi əlavə edirik. Bu tam qovrulmalıdır ət. Qovrulsun. Qovrulandan sonra lavaşın içine düzəyəcəyik. Sonra da yiyəcəm. Çox işlədim. Farid deyimə. Soğan dağın iyi Faridi bir tər edib də artıq. Xəbərim var, məndən məşhursan. Doğrudan məndən məşhurdur. Neçə yerlərinə gedirib edirik. O oğlandır, Farid deyir səni. Deyir səni. Yəni, mən səni məşhurum. Gördük ki, mən də tətil götürəm. Hədə. Ət orada qovrulmağında olsun. Ona kimi də mən vaxt itirməyim. Demək, kartofları bir-bir. Bax, beləcə süzgəcdən keçirirəm. Demək, buna biraz buz əlavə edirik. Zövqə görə əlavə edə bilərsiniz. Bu da istiyor. Mən burada çox işləsəm, deyəsən çox dağıdacam, mətbəxi dağıdacam. Ona görə də xanımlar və bəylərimiz sizi mətbəxdə gözləyirəm, yanımda gözləyirəm, xahiş edirəm, gəlin kömək edin. Görək siz nə bacarırsınız. Siz gəlin, bişirin, mən də öyrənim. Artıq bu ətimiz hazırdır, sobanın qabına götürürük. Demək, bunu qoyuruq bu tərəfə. Lavaş açdıq. Demək, birinci qatına mayonezi əlavə edirik. Mayonezi sürtürük. Sadəcə eləyək ki, yəni yağ hissəsi olmasın. Yağını eləcə süzüq tərəfə. Bu birinci qat. Sadəcə birinci qatı biraz səliqəyə salaq. İkinci qatı əlavə elədik. Bax, beləcə. Daha sonra yenə mayonez. Bu
qatıdır. İkinci qatına da kartof və kök əlavə edirik beləcə. Salam. Hazırdır, 2 qatdır. Sadəcə olaraq onun üzərinə əlavə edəcəyik biz şüd biraz. Şüdü də doğradıq. Tez tələsik, tez bazar bolsa gərək. Biraz da duz əlavə eləyirik üzərinə. İçinə biraz, yəni cüzi miqdarda pendir əlavə eləyirik. Daha sonra isə bunu rulet formasında bükürük. Ya Allah, sən məni utandırma. Mən onu yerləşdirdim bura. İndi bunu yerləşdirəndən sonra kəsirik. Bunun dadına baxım görüm necə eləmişəm. Qəşəngdir. Nə qəşəngdir. Qurban olaram özümə. Görürsünüz necə ləzzətli yeməklər bişirilir. Gəlin siz də ləzzətli yeməklər bişirin. Əgər bacarırsınızsa, mən də bacarıram deyirsinizsə, onda sizi də mən gözləyirəm. Hər an sizin qapınızı da döyə bilərəm. İndi isə ya Allah, bunu kəsirik. Salam, bu da hazırdır. İndi gedir sobaya. İndi onun pişməyini gözləyib, pişəndən sonra da dadına baxacağım, görüm necə hazırlamışım. Əziz tamaşaçılar, mənim lavaş salatım hazırdır. Sobada biraz bunu qızartdıq. Nəticədə belə ləzzətli bir salat alındı. Doğrudan deyirəm, özüm hazırlamışam deyə demirəm, çox ləzzətlidir. Çox qəşəngdir, əlim də yandı. Baxın. Əgər siz də mən də ləzzətli yeməkləri bacarıram, ləzzətli şirniyyatlar pişirməyi bacarıram deyirsinizsə, onda sizi yanımda gözləyirəm, mətbəximdə gözləyirəm. Mütləq deyil bura gələsiniz, biz sizə qonaq gələ bilərik. Yetər ki, siz tez bazar rubrikası üçün tez bazar nəsə bir hazırlayasınız. Bunun üçün isə Facebook səhifəmizdən və yaxud da Instagram səhifəmizdən əlaqə saxlaya bilərsiniz. Ən yaxşı variant isə 051 757 47 88 nömrəsi ilə əlaqə saxlayıb öz təkliflərinizi irəli sürə bilərsiniz, nələr bişirə bilərsiniz, nə yeyə bilərsiniz, bizə deyə bilərsiniz və sonda lavaş salatımız hazırdır. Sponsorumuz halal süfrələrin bəzəyi olan Ovqat kalbasalarıdır. Müasir keyfiyyət standartlarına uyğun müxtəlif çeşiddə kalbasa məhsullarının istehsalçısı olan Ovqat kalbasaları gigiyenik qaydalara cavab verib, yüksək keyfiyyətli ət məhsullarına istehsal olunur. Sağlam gələcəyimiz naminə daim məsuliyyəti dərk edib, əzmlə və bacarıqla fəaliyyət göstərir. Ovqat, halal süfrənin bəzəyi. Bugün isə məndən bu qədər. Növbəti verilişlərimizdə görüşənədək hələlik.
Tarixi mənbələr göstərir ki, Cərcis peyğəmbər eramızdan əvvəl 3-cü, 4-cü əsrlərdə yaşayıb. Yenə də mən əziz tamaşaçılar, yenidən rubrikada yenidən mətbəxdəyəm.